Сколько штук? Видео снимаете? Да, да, ничего страшного. Панель потемнее тоже. Очень большой. Это мое, да? Он перепутал. Потемнее. Так маленький. Это как ковер. Это пойдет. Вот это в самый раз. Красава. Можно я с таким тоже рядышком? Можно, можно. Это видео. Я пока не фото. Да. У всех у нас, Столько здесь разных. у всех у нас целые магазины. Это то же самое твоя? Это девочка рядом. Стол А это напополам. твоя. Сейчас, иди там стань. Посмотри, что у меня есть. Что у тебя есть? Покажи. Смотри, что у меня есть. У этого кота, он добытчик, он домой приносит вот такую вот мышку. Мышка, где хвост? Она попала Хвост, сюда. вот. И хвост есть, подожди. Есть, Хвост, всё есть. покажи хвоста. Хвостик тоже есть, да. Все Да. есть. И хвост А глазки есть. тоже были? Глазки. Конечно, есть. Подождите. И нос есть. Это кошкина? Это кошкина. Балашки, да? Да. Какой кошки? Вот этой. А это их папа, который папа. приносит домой добычу. Да, ты в корзинке? Не спустно, да, вот так. Вот, видишь? Это маленькая дочка. Стой, да. У них такие прикольные выражения морд получаются, да? Вот когда делаешь, все по одной выкройке делаешь. 2 штуки сшить. С выражением. Так. А это принцесса на горошине. А что у нее короткая юбка такая? А это не юбка, у него. Это африканские слоны, между прочим. Африканские. Что у него куда-то? Hara. Açılışdı. Səhnəyə yox. Yəni açılışdı. Açılıştı ha. Ha, tixo. Hoş gəlmisiniz. Bugün Dərya xanım təəssüflər olsun ki, yoxdur. İşi çıxıb, adətən o da həmişə bizim yanımızda olur. Ona buradan böyük minnətdarlığımı bildirmək istəyirəm. Çünki yeri həmişə Dərya xanım danışır. Mən artıq sizi tapıb gətirirəm. Yəni biz həmişə işimizi belə bölürük. Yəni hər bir mənim bu keçirdiyim sərgi kiməsə həsr eləyirəm öz uşaqları yığdıq, çox gözəl alver elədilər, çox şən oldu. Bu sərgimi isə mən anama həsr eləyirəm. Mənim anam təəssüflər olsun ki, gələ bilməyib bugün. Şəhid arvadı titulu qazanıb, belə deyək. Və 30 ildən çox mən atam birinci Qarabağ müharibəsinin şəhididir və 30 ildən çox anam Nurəli Zərərmət çox belə deyim, layiqcəsinə o adını daşıyır. В твоем лице сегодня я делаю это мероприятие. Всегда будь с нами, будь счастлива, живи долго, будь здорова. Və həmişə düşünürdüm ki, niyə getdi, niyə bizi qoydu, atam çox gözəl həkim idi, 35 yaşı var idi. Neysə, amma qələbə qazanandan sonra onun ölümü də mənim üçün mənalı oldu artıq. Və bu qədər. Sonra mən sizə, deməli bizlə bugün 3-cü Bahar İctimaiyyət Birliği var. Narxanım представляет. Xoş gəlmişsiniz siz bizim ailəmizə. Sizi görməyə çox şadıq burada. Və Züleyxa xanım. Züleyxa xanımdan mən o gün qrupda biraz danışdım. Siz təəssüflər olsun ki, o qrupda yoxsuz. Züleyxa xanım çox böyük iş görür. Züleyxa xanım bugün gördüyünüz bütün şiriniyatları, nə gətiribsə öz əlinlə pişirib satacaq və hamısını xeyriyyə xərcləyəcək də, onun hamısını şəhid ailə. Hamını xoş gördük. Təsadüf edir bu sərgi. Zəfər gününə təsadüf edir.
qələbə münasibəti ilə hamını təbrik edirəm. Şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Ordumuz, qüvvətli ordumuz həmişə var olsun. Prezidentimiz Cənab Ali Komandan təbrik edirəm. Onu da heç vaxtı belə bir günlər bizə yaşatmasın. Mən 3-cü Bahar İctimai Birliyini təmsil edirəm. Bizim İctimai Birliyi, 3-cü Bahar İctimai Birliyi 2017-ci il 9 ildir biz fəaliyyət göstəririk. Bu istiqamətdə fəaliyyət göstəririk. Sağlamlıq, yaradıcılıq və maarifləndirmə. Hamımızda biz yaradıcılıq, yəni bizim bir sır bəzək əşyaların toxunması, toxunma, iplərlə toxunma, vitraj sənəti, qurama sənəti. Sonradan geri qaytara bilsin. Bu bizim ucalığımızdır, bu bizim birliyimizdir, bu bizim həyatımızdır. Mən də İndu təşkilatının üzvüyəm. Mənə də müharibə iştirakçılarıyla bir münasibət qurmaq, onlara dəstək durmaq, necə deyərlər, tapşırılıbdır. Mən də bu yaşımda bütün gücümü ona sərf etmişəm ki, uşaqların yanında olmaq. Çünki hələ də onların bizim ehtiyacı var, hələ də bizim heç olmasa sadəcə bizlə söhbət etməyə, bizdən bir məsləhət almağa, hiss etməyə ki, onlar bu cəmiyyətdə ən böyük, yüksək bir zirvədədirlər, ona görə onlarla ünsiyyət tutulmaq lazımdır. Biz hamımız burada anayıq, nənəyik və sizə onu demək istəyirəm ki, həmişə şəxsən mən o anaları fikirləşirəm. O balaları o müharibədə olub gecə yatmayan anaları fikirləşirəm və elə hesab edirəm ki, onlar da bugün öz balalarıyla çox onlara layiq bir həyat yaşamalıdır. Çox minnətdaram sizə Cəmrə xanım, Dariyə xanıma çox minnətdaram. Dariyə xanım özü məşhur yardımcıdır. Hər bir an o insana müraciət etmək olar və o bizim əskərlərin yanındadır. Birinci böyük minnətdarlıq olar. Sizə bu təşkilata görə bilirsiniz, bu çıxıb nəsə? Bu quramalardır. Siz əl işlərinizdir. Almaz xanımın əl işləridir. Ataşova Almaz. Bayram münasibətilə hazırlanmış quramalar. Bu araçdan da siz düzəltmisiniz? Bunları, kapaqları. Narxanı? Şurada bunlar da var. Evet, krasavица. Böyle gelin de ya. Подарочные, да? Bu da nişana həriyə, nişan həri süfrəsinə, Kim? nişan həri süfrəsinə Ne güzel ha. ilə. Yana bak. Это одеяло. Так. Оно сделано из 1600 кусочков маленьких лоскутиков. Лоскутное одеяло. Да. Закрывай. Размер 2 на 1,60 м. Давайте. Очень красиво. Так. Она сшита вот с замочков. Туда можно подушку положить. Здесь ткань, а здесь из ленточек, атласных ленточек переплетение. Переплетение, да? Да. Красиво как. То же самое, вот здесь то же самое. Тоже наволочка с переплетениями из атласных ленточек. Красный цвет. Pano, prosto pano. Biraz kaldır görək də o. Göstərmə olar. Nə qəşəng. Ayda buradakı stoldakı nədir? Это осень. Ha? Чинар ярмаклары. Осень. Nədir? Осень. Осень. Это тоже пано, да? Да. А вот там зима. Да, уже положи. Сейчас давай, иди рассказывай про это, эти сумки.
Из какого материала, как сделать? А, это то... А, очень. О. Про осень я совсем забыл. Это красивое эко. А здесь зима. И зима есть? Это зима. Зима. Красиво. А это все лето у вас здесь? Или что такое? Вот это? Или сумки? Работа почти. Это настоящий ювелирный народ. И с сумочкой. Сумочки. А ну подними сумочку, посмотри. На молнии они? Или для... Нет, они О, вот один прямо один. для телефонов, да? Для телефона да, клевая. Ну, понимаешь, я по телефону не могу объяснять, потому что это целая история. Вот это супер. Договорюсь и начну ходить. Просто уже Ну вот мы скоро будем вот это вот такие сумки делать. Не такие, а побольше. почему-то такое, что-нибудь поинтереснее. Да, Это телефонные клевые. Так что посылайте ко мне клиентов. И самое главное, как они блестят, и все красивые. Футуалар клевые. Растягивать не могу. Ну вот они самые удобные. Я себе все такие. Нет, ты на режим. Даже Да, вот он красивый. Вот так поверните, вот смотрите, как он блестит весь. Очень красиво. Можно и так застежка красивая. Yəni siz rəhbərsiniz də, tərifləyirsiniz. bu hamı əl işlərinizdir, hamı. Yəqin məni tanıyırsınız da, bir dəfə görmüşsünüz. Nə gözəl sumkalardır. Siz dediğiniz gibi bak bu şeyler hazırdır, yoksa siz özünüz toxuyursunuz? Yox, özümüz hansı Yok, bilirim bu kurucuş. Halkaların üstündə toxunur. Ha, toxuyursunuz. Halkalar hazırda plasmas. Ha, plasmaslıdır. Bəli, bəli. Bu da eynidir. Tamam el işidir. Bu Bu tamam el işidir. tamam вязаный. Tamam, вязаная. Вся. Это сумочка полная вязаная. Это тоже вся вязаная. Это моя. Тоже. Это, а это şey, çaynik altı Это da. тоже мое. Это гурама. Гурама. Чем занималась? Да. А это Носки, bak. гольф. Даже гольф. Benim kızlarımın işleridir. Siz Toxuma qurban. onların yanında Teşekkür ederim. Benim kızlarımın toxuma kaşeloktur o. Etkidir. Yox, bu çiyin Ha, sumkasıdır. sumkası da. Bu da şaptır sizden. Bu. Stol üstü nakitdə stol üstü var. Şapka budur. Gretka. Ha, böyle Bunlar da boyun bağı sırğalar. ne göz. Kanaltı. Ha, sakın çikolda. Sınmasın. Bu hanım harcı görmüşüm. O da bizdedir. Bizde de salamlar. Sağ ol, yaxşıyam. Yaxşı olasınız. Çok güzel el işleriniz var. Теперь вы садитесь, я видно, фотку сделаю. Кто все поместились? Kıza de. Bir balaca video nayezt. Böyle gelirim üstüne. Bu iquşkaları siz düzəldirsiniz, hanım. Hanım. Bu iquşkaları siz düzəldirsiniz. İquşkaları sen düzəldirsən. Ne güzel. Bu ne vəzn idi? Toxuyursan. Bunlar kukla saplarımız bir Ha, tane onu ilə. Onlar çarı sumkalarından, çarı saplardan. Yani keyfiyyətli adı çarı saplardan. Yolu da için oluyor. Bunlar muncuqdan. Muncuqdan görə. Sonra böyle toxunma uşaq paltarları, yufkaları, toxunma bunlar da Bu hamısı sizin əlinizdə. Şeyinizdə. Nə gözəl. Hamısı 3-cü baharda öyrəndiyim əl işlərimdir. Mən 3-cü bahara gələndən həm qurama sənətini öyrənmişəm, həm rəsmi öyrənmişəm. İndiki payız fəslidir. Belə bir gündən əsrələnmiş. Belə bir Zəngilanın Məmmədbəyli türbəsidir. 1351-ci ildə yaradılıb. Türbədir bu? Türbədir, bəli. Mən özümə söz vermişdim ki, hansı rayon alınacaq, bu rayonun mən rəsmini Sən özün orada olmusan? olmamışam. Mən orada olmamışam, amma mən
televizorda Facebook sayfasında bu resmi gördüm, Azersel paylaşmıştı. O şekilde sonra ben internette öğrendim. Onun esas orijinalini Aynı bize aparsınlar bile yerlere de. Orada siz naturadan çekersiniz böyle şeyleri. İnşallah, inşallah. Onu da öğrenmişim. Yağlı koyan resmi kuramanı ben 3. baharda öğrenmişim. Yani bizim 3. baharın bayrağını götürürsünüz. Sayam aktif yaşayırıq, sayam yaşlanırıq. Tut onu, tut. Вот это вот так открой. Натяни. Молодец. Молодец. Kurama sanatı diyorlar. А если ты еще джинсы сделаешь настоящие из гурамы? Var. Breloklar da uzaklara koyurlar, o belə breloklar. Kaşeloktu da. Ha, bunlar da yastıq üzəridir, altındakiler yastıq üzəri. А ты моя красавица. Çok sağ ol, çok sağ ol. Çok minnettarım. Ну почти hamısını çekmişim. Yok. Aparıp ona verin. Hamısı satılır. Bizde bir şey var. Evvel geçmek lazım. Rızavile bağlı. Sonra kasa imza alma. Yetlerde Resimler çoxdur, ancaq yer azdır. Mənim üçün Все снимаю подряд. Здесь есть настоящий ракушек. Есть что-нибудь? Это все натуральное. Это правильно произведение искусств Нардова, и барашек. Еще бы. А сейчас я поводу на нем, он будет говорить, о чем мне снимать? Скажите? Чуть-чуть кадр попадется. Вот здесь у меня натуральные цветы. Из натуральных цветов? Гортензии. Ну так скажи, да. Это тоже натуральные цветы. Sen o da görsen ипасыканные штуки. Это, а это соусы тоже ваши? Это высокий уровень. Я еще там, внизу. Ладно. Тогда я сам себя увижу, интересно, когда я доеду, хочу. А? Кадр. Иди. Я себя искал там в зеркале, я себя снимаю тоже. Подожди. Кадры попали, а потом не ругать. Немножко. Вот здесь тоже. Где? Здесь у меня лаванда. Розочки маленькие. Это настоящие цветы внутри. Да, натуральные цветы. Вы знаете, Я что, здесь у меня тоже натуральные цветы. Высушенные, натуральные. Прям вот свежие этим летом. Это книга, это подставка под Коран, под книгу. это что-то с чем-то. Я такое не видел работать. А это что за цветок здесь, смотри? За штуки. Что за цветок это? Вот здесь вот. Да, эти. Такая вот работа. Давайте я вам покажу вот интересную работу. Да. Это тоже покажи. Она, во-первых, очень кропотливая. Можно будет? Спасибо. Ну вот терпение. Значит, здесь у нас что? Здесь у нас перламутр, натуральный перламутр. Мозаику собирала я сама. Это вот все сидела, я сама собирала мозаику с перламутром. И эта часть тоже перламутр. Ну я на себя посмотрю, я попадаю туда. Где-то. Нет, меня не видно. Ты Это попался. ручные зеркала, почему-то у меня какая слабость к ним. Я хочу вернуть моду на ручные зеркала в Азербайджане. Как раньше женщины смотрели в зеркала. Сейчас они Да, это да. смотрят. Ты мне зеркальце скажи, да всю правду Да, расскажи. я хочу вернуть моду на зеркала, как и раньше. Да. Моя мода натуральные устрицы. Да, продавали. Продают сейчас даже. Вот такой Подожди, вот, дай мне вот договорить. такой вот цвет у Договориться. нас. Ага. И здесь натуральный жемчуг. Они у меня в разных вариантах есть. Вот есть такой вариант. Это фарфор. Это не... А это из фарфора сделали? Да? Это фарфор. Розочки фарфор. А это, Да, сам тоже, вот тоже устрица. Да, это раковина устрицы. Та же самая раковина устрицы. Очень красиво. Красиво как. А где такие камни? Это в горах. Я их ищу, нахожу. Я люблю все. Это из устриц, да, сделано? Это тоже устрицы, кораллы, натуральный коралл.
Натуральный коралл. Это Она у меня используется как красный это коралл? Это коралл, да. Вы покрасили или он сам такого цвета коралл? Красный? Они есть красные, И белые, и белые. коричневые такие есть. Ага. Ну, это ж наливка. Кардамон. Анис. Натуральный. Да, все натурально. Анис. И здесь вот здесь вот баночка такая малюсенькая, и там натуральное оливковое масло. Да. Почему? Потому что все-таки эта тема масла, это оливки. Я решила ее так запечатать, просто чтобы она не разжарилась. Вот такие вот. Ne güzel şeyler diye. Вот такие вот. Это на елку можно вешать, да? А? На елку, елочные игрушки. Зачем? На елочку. Да, на елочку, да. В лесу. На елочку. Олень, Потом вот бабочка. Он еще что-то там есть. мой любимый. Да. Заснеженный такой. Да, это Дед Мороза дом. Да. Все, есть, окей. И вот эти бабы. Var qəlbə tökürsün, yoxsa necə? Sabinka. Sabinka. Onu qəlbə tökürsün. Галиб. Qəlbə tökürsün. Форма у вас. Смотря что, есть такое, что... Да. Кстати, давайте Вот я это, вам вот это что такое? Вот это что-то змеиное. Это тоже, да, это змеиную кожу я там придумала. Придумал, сама сделала или как она? Смотрите, что я вам покажу. Это ракушка натуральная. Здесь Ракушка. у меня бронзовая ножка. Здесь у меня жемчужинка. Здесь у меня оса. Это тоже бронза и камень. Оса натуральная была? Оса, ну как натуральная, не совсем натуральная. Ну, По типу. по типу, вы создали уже. А? Создали эту осу. Ну да, вот Ты так вот копия. собрала и получилась вот такая подставка. Очень люблю гранатовую тему. Это что, подарили мне? Да, это я вам дарю. Спасибо На большое. память это магнитик на холодильник. Спасибо. Оба. Gördün? Bu Это сливы, начиненные зелень. geçen çaşkalardı, tarelkalardı. Это busaları yığmışsan просто, elinde. Busaları yığmışsınız. Busaları. Ne kadar eləyib bağışlamışam çoxunu. İndi evdə qalanlar da bunlar da. Getirmişsən. Galstuk da var, he? Birinci dəfə galstuk görürəm. Bəli. А такого Bunlar ни у кого... müğənnilər üçün yaxşıdır qalsın. Такого ни у кого сумка. Никого нету. Да, я первый раз вижу галстук. Да. Это брелок. Это был keçi ürək. Брелок da bunlar. Sumkadan asılır. Ne güzel, Dolba. ne güzel. Bax bundan şeydə gördüm Lərmanov metrosunda 120 manata. Bunu bir dənə bunu mən 6 manata almışam. Oturdum elədim, dedim neçə qoyum. Dedilər ki, baha qoy. Dedim, yox, mən əlim gəlmir baha. 30 qoyum, götürən olasın, sarkavat şeylər. Bunu siz harda böyle təşkil etmək lazımdır? İçəri şəhər qorulunda. İçəri şəhər. Hə, turistlər doludur, Allah-Allah. Buna belə qalsıq mən görməmişəm. Hətta bu qalsıq heç yerdə yoxdur. Yoxdur. Birinci dəfədir. Sizin ideyinizdir. Mən ideyam. Olacaq. Hələ mən istəyirdim babuçkada eləyim. Ha, babuçka zaprosto, çorna babuçka. Sonra nəysə dedim elə bir... Alınmadı. Dedim alınır. Eləyin də, eləyin, bir dəfə də babuçka. Bunu sata bilsəm xatiya bu, bir dənəsi. Mən bilərəm ki, nə edirəm də, çünki... Ne güzel. Çok. Şimdi ben, siz durun. Salamat olun. Təbriklər. Sağ olun. Aleykümselam. Ne oldu?
Hoş niyetle gelipdir. Ömrümüze bizim. Belə bildir, gəlibdir, susub qalmış kəhlizi. Yaşamaq həvəsini aşıladı o bizə. Nurunu səpələdi, yorulmuş çöhrəmizə. Tədbirləri cürbəcür, tədbirlər sıra sıra. Qocalığın belini idmanla qıra. Hər tədbiri hadisə, hər dərneyi min nara. Könül istər həmişə, yaşasın yaradaraq. Bir məkanda durmarıq, biz ruhen cavanlarıq. Nə qədər ki biz varıq, biz üçüncü baharıq. Haradadılar? Dönem bizim
əzil bayramımız idi. Zəfər günümüzün 5 illiyi idi. Zəfərim mənim. Kürəmiz fırlanır, zaman dəyişir. Ruhumda kamanın, tarım gəzişir. Ulu arzularla bax gerçəkləşir. Azad gələcəyə zəfərim mənim. Hoş geldin könlüme, zəfərim mənim. O dağları xəyalımda aşaram. Hər ötən günümü bayram yaşaram. Elin sevincini mən qarışaram. Şaddır övladım, nəfərim mənim. Hoş geldin elimə, zəfərim mənim. Şəhid məzarının önündə durdum. Qəlbimdə onlara müdalar qurdum. Əskərə baş əyir minnəttar yurdum. Azaddır hər kendim, şəhərim mənim. Hoş geldin yurduma, zəfərim mənim. Ordumla bir axır damarda qanım. Yayılıb dünyaya şöhrətim, şanım. Azad nəfəs alır Azərbaycanım. İlic açılır, səhərim mənim. Hoş geldin ömrüme, zəfərim mənim. Sağ olun.